Salam, hörmətli izləyicilər. Mən Hüquqşünas Seyidzadə. Borclu olan şəxslərə və bir neçə şərt və vacib xəbər çatdırmaq istəyirəm. Zəhmət olmasa videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə xəbəri olsun. Bəyənin keçən mövzular və şərt xəbərlər. Ali məhkəmə qərar qəbul edib, hörmətli izləyicilər. Qərar qəbul edib ki, banklar artıq belə deyək də, faizin üstünə faiz hesab edə bilməzlər. Vətəndaş pulu gelişdirəndə faizdə hesab edirlər, faizin üstünə faiz də gəlirdi. Artıq onu edə bilməzlər. Yalnız əsas pulun üstünə faiz gələ bilər. Hörmətli izləyicilər. Digər şərt xəbərləri var, orada qeyd edirəm. Amma əvvəlcədən sizdən bir daha xahiş edən ki, videonu bəyənin. Mən Hüquqşünas Seyidzadə. Əyri təşkilatın rəhbəri kimi və əyri olan şəxs kimi, əyri arabasında olan şəxs kimi dünyanın 40 tanınmış əyriləri haqqında kitab hazırlamışam. Motivasiya kitabı satılan 20 manata indi göstərdiyim. Zəhmət olmasa yəni hamı bilməsin, videonu bəyənin. 20 manata satılır. Dəstək olun. Bir də kanala abunə olun ki, daha çox şəxsi dəstək olsun mənim kanalıma. Hörmətli izləyicilər, kanal inkişaf etsin. Bir də ki, hörmətli izləyicilər, bir daha xatırladım. Əgər siz kanaldan faydalanırsınızsa, kimin imkanı varsa qeyd olunan kart nömrəsinə iyanə də edə bilər. Və onu da qeyd edin ki, kimin nə sualı varsa, qeyd olunan telefon nömrəsinə WhatsApp səslə göndərməklə suallarını verə bilər. YouTube kanalına abunə olan şəxslərin telefon hüququ məsələsi verilməsi 10 manatdır. Bəyənin keçək digər şərt xəbərləri, hörmətli izləyicilər. Onu da qeyd edin, başlayaq. Sona qədər izləyin ki, hər şey sizə aydın olsun. Digər xəbər ondan ibarətdir ki, belə deyək, hörmətli izləyicilər. Əgər adi vətəndaşdan pul götürmüşsünüzsə borca, faizi veriblərsə, o qanunsuzdur, sizdən faizi tələb edə bilməz. Məhkəməyə versə ki, filan kəsdə mən 10.000 götürmüşəm, vermişəm və yaxud da o kağızı və imzayıb ki, filan vaxtı qayıtacaq, onun faizi hesablansın, onun qanunsuzdur. Məhkəmə onu təmin etməyəcək. Yalnız əsas götürdüyünüz pulu, təmin edəcək ki, borc götürmüşsə qayıta. Hörmətli izləyicilər. Fiziki şəxslərə bu faizlə vermək qadağandır. Yalnız kredit və bank təşkilatları verə bilər. Bir xəbər bu. Digər xəbərdə də qeyd edirəm. Diqqətlə baxın. Qeyd edin ki, borclu olan şəxs özü künübü, evin banki cavab qoymuşsa və yaxud da vəfat edibsə, onun vərəsəsi eyni zamanda borclu müqayidə həmin borcu ödəməsi üçün əmlaki müsahidə oluna bilməz. Nəzərə alın. Yəni o deməkdir ki, hörmətli izləyicilər, mülkiyyət sahibi sağlığında evi bankaya qoymuşsa, onun öldükdən sonra və sənin yeganə yaşadığı yerdirsə və sənin əlindən həmin evi alına bilməz. O deməkdir ki, bir daha qeyd edəm, yalnız vərəsənin əmək haqqından, pensiya kartından, müavinət kartından tuta bilər. Həmin hüquqşünas kimi qeyd edin ki, həmin əlvi olan şəxsi əlvi arabasında olan şəxs kimi qeyd edin ki, pensiyanın, əmək haqqının, müavinət kartının əlvi faizindən artıq tutula bilməz. Yalnız yeganə amətdir ki, 70% qədər tuta bilir. Sonunda qeyd edin ki, hörmətli izləyicilər, istər kreditlərlə bağlı, istər digər borclarla bağlı, istər pensiyanla bağlı, istər sosial yardımla bağlı, istər əmlakın bölgüsünə bağlı, istər vərəsə ilə bağlı, mənim şortla birlikdə 1700-dən artıq videom var. Tanış ola bilərsiniz. Digər videolardan da tanış olmaq üçün kanala abunə olun. Və yeni qanunlar qəbul olunur. Həmin qanunlar haqqında məlumat əldə etmək istəyirsinizsə, dediyim kimi kanala abunə olun. Mən özümdə əlvi olan şəxsə bütün qanunları izləyirəm. Həm hüquqşünas kimi, həm əlvi olan şəxs kimi izləyən ki, oradan bir fayda görün, hörmətli izləyicilər. Zəhmət olmasa dəstək üçün kanala abunə olun. Sizdən və bir xahişim var, hörmətli izləyicilər. İndi o xahişi qeyd edəcəm. Diqqətlə baxın. Xahiş ondan ibarətdir ki, hörmətli izləyicilər, kanala ona görə abunə olun, ona görə hər dəfə onu qeyd edirəm ki, başa düşən sizin imkanınız olmur ödəniş eləmək məsuliyyəti aldığı zaman, heç olmasa YouTube kanalı mənə ödəniş eləsin. Yəni YouTube kanalından fayda görün. Hər hazırda göstərir ki, 17 dolar yığıb. Amma 100 dolar olmalı ki, mən onu çıxarda bilim, YouTube'un dediyinə görə, qaydalara görə.
Yəni hörmətli icracı. Ona görə abunə sayın artırın. Hal-hazırda məndə belə deyək də 4400 abunə çatmır ki, 10.000 olsun. Gəlin o 10.000 abunəni yığaq hörmətli icracı. Ayın axırına qədər hamımızdan aktiv olmağı xahiş edirəm. Qeyd edildiyim kimi bu kitab Bir Umud İşığı adları dünyanın qurtarmış evi haqqındadır. Min Mövsüm da var, Roosevelt var, başqaları da var. 20 manata satıram. Arzuladığım kitabdır. Zəhmət olmasa videonu bəyən, qoy daha çox şəxsin xəbər olsun. Eyni zamanda hüquqi məsləhət almaq üçün qeyd olunan telefon nömrəsinə WhatsApp-dan səs göndərin. Hüquqi məsləhətin verilməsi olmalıdır. Hörmətli icracılar, diqqət çəkir və sağ olun. Sağ olun.